Hud surəsi 123 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Əlif, Lam, Ra. Bu, ayələri hikmət sahibi, hər şeydən agah olan Allah tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir kitabdır ki, siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən cəhənnəmlə qorxudan və cənnətlə müjdəliyənəm və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün güzaran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram. Siz məhz Allahın hüzuruna qaydacaqsınız. O, hər şeyə qadirdir. Bilin ki, kafirlər və münafiqlər Allahdan gizlənmək məqsədi ilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıkları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir. Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır, lövh-i məhfuzdadır. Ərşi su üzərindəykən, hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri 6 gündə yaradan odur. Ya Peyğəmbərim, əgər desən ki, siz öləndən sonra həqiqətən dirildiləcəksiniz, kafir olanlar bu açıq-aşkar sehirdən başqa bir şey deyildir deyə cavab verərlər. Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, bu əzabı gecikdirən nədir deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər. Əgər insana özümüzdən bir nemət, mərhəmət daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o məyyus, ümidsiz və nankör olar. Əgər başına gələn bir müsibətdən sonra ona firavanlıq, səadət nəsib etsək, mütləq artıq fəlakətlər məndən sovuşdu deyər və sözsüz ki, sevinib öyünər. Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları günahlardan bağışlanma və böyük bir mükafat gözləyir. Ya Rəsulum, müşriklərin heç olmasa ona bir xəzinə indiriləydi və ya onunla birlikdə bir mələk gəliydi deməklərindən dolayı, bəlkə də sənə gələn vəhyin bir hissəsini tərk etməli, təxirə salmalı olacaqsan və bəzən buna görə ürəyin qısılacaq. Sən ancaq qorxudan bir peyğəmbərsən, Allah isə hər şeyə vəkildir. Yoxsa onu, Quranı özündən uydurdu deyirlər. De, əgər doğru deyirsinizsə, onun kimi özünüzdən 10 surə uydurub gətirin və bu işlə Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın. Yox, əgər köməyə çağırdıqlarınız sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur. Bütün bunlardan sonra İslamı qəbul etməzmisiniz? Kim dünyanı və onun bərbəzəyini istəyirsə, biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin ahirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar. Məyər Rəbbindən açıq aydın bir dəlilə istinad edən, ardınca Allahdan bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə kimi ola bilərmi? Bunlar Qurana inanırlar. Quranı inkar edən zümrənin vəd olunduğu yer cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən gələn haqdır. Lakin insanların əksəriyyəti buna inanmaz. Allaha iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirirlər. Şahidlər belə deyərlər. Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir. Bilin ki, zalimlar Allahın lənətinə gələcəklər. O kəslər ki, insanları Allah yolundan döndərir, onu əymək istəyirlər. Onlar, məhz onlar axirəti inkar edənlərdir. Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də yoxdur. Onları 2 qat əzab gözləyir. Onlar haqqı eşidə bilməz və onu görməzlər. Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar.
Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır. İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar. Bu iki tayfanın, kafirlərin və möminlərin vəziyyəti körlə karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi? Məyər ibrət almırsınız? Həqiqətən, biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi, mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm. Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram. Tayfasının kafir əyyan əşrafı dedilər, biz səni ancaq özümüz kimi bir insan sayır. Elə ilk baxışda, yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik. Nuh dedi, ey cəmaatım, bir deyin görək, əgər mən Rəbbimdən açıq aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda, biz sizi ona məcbur mu edə bilərik? Ey cəmaatım, mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm. Ey cəmaatım, əgər mən onları qovsam, məni Allahın əzabından kim qurtara bilər? Məyər düşünmürsünüz? Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. Əgər mən iman gətirənləri qovsam, onda şübhəsiz ki, zalimlardan olaram. Onlar dedilər, ey Nuh, bizimlə çənəboğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək. Nuh belə cavab verdi, onu istəsə ancaq Allah sizə gətirər. Və siz əsla Allaha aciz buraxa bilməzsiniz. Əgər Allah sizi saptırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz onun hüzuruna qaytarılacaqsınız. Yoxsa o, onu özündən uydurdu deyirlər. Onlara belə cavab ver. Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam. Nuha belə vəhy olundu. Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə. Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt. Zülm edənlər barəsində mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar. Nuh gəmini düzəldir, ümmətinin əyan əşrafı isə yanından ötüb keçdikcə onu məsxəriyə qoyurdular. Nuh onlara deyirdi, əgər siz bizi məsxəriyə qoyursunuzsa, biz də siz bizi məsxəriyə qoyduğunuz kimi məsxəriyə qoyacağıq. Onda rüsva edici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Nuha dedik, hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə, ölümünə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir. Əslində onunla birlikdə çox az adam iman gətirmişdi. Nuh dedi, gəmiyə minin, onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən Rəbbim bağışlayandır, rəhmədəndir. Gəmi onları dağlar kimi yüksək dalğaların içi ilə apardığı zaman, Nuh gəmidən aralı olan oğlunu araylayıb dedi, oğlum, bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma. Oğlu ona belə cavab verdi, mən bir dağa sığınaram, o da məni sudan qoruyar. Nuh dedi, Allahın rəhm etdiklərindən başqa, bugün heç kəs insanları onun əzabından qoruya bilməz. Nəhayət, dalğa ata ilə oğlun arasına girib, onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. Allahdan bir əmr olaraq, ey yer, suyunu ud, ey göy, yağışını saxla deyildi, su çəkildi, iş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və zalimlar məhv olsun deyildi. Nuh Rəbbinə dua ilə müraciət edib dedi, ey Rəbbim, oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən. Allah buyurdu, ey Nuh,
o sənin ailəndən deyildir. Çünki o, pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm. Nuh dedi, ey Rəbbim, bilmədiyim bir şeyi səndən istəməkdən sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram. Belə deyildi, ey Nuh, sənə və səninlə birlikdə olan cəmaatdan törənəcək mömin ümmətlərə bizdən əminamanlıq və bərəkətlər bəxş edilməklə gəmidən en. Gələcəkdə sizin nəsildən olub küfr edəcək bəzi ümmətlərə də dünyada dolanışıq verəcək. Sonra isə axirətdə onları şiddətli bir əzaba düçar edəcəyik. Ya Peyğəmbərim, bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et, həqiqətən gözəl aqibət müttəqilərindir. Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi, ey cəmaatım, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız. Ey cəmaatım, mən Peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məyər dərk etmirsiniz? Ey cəmaatım, Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin. Qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin. Onlar da dedilər, ey Hud, sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız sənə sədəmə toxundurmuşdur. Hud belə cavab verdi, Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam. Bircə ondan, Allahdan başqa. İndi hamılıqla mənə qarşı nə hilə qurursunuzsa qurun və mənə heç möhlət də verməyin. Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Yer üzündə elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən Rəbbim düz yoldadır. Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən Rəbbim hər şeyi hifz edəndir. Əmrimiz gəldikdə bizdən bir mərhəmət olaraq, Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq. Bu da Ad tayfasıdır. Onlar Rəbbinin ayələrini inkar etdilər. Onun peyğəmbərlərinə qarşı çıxdılar. Başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular və beləliklə dünyada da, qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad, Allahın mərhəmətindən kənar oldu. Səmud qövmünə də qardaşları Salihi peyğəmbər göndərdik. O dedi, ey cəmaatım, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən, torpaqdan yaradıb, orada sakin etdi. Allahdan bağışlanmağınızı diləyin. Sonra da ona tövbə edin. Həqiqətən Rəbbim yaratdıqlarına yaxındır. Duaları qəbul edəndir. Onlar dedilər, ey Salih, sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan mı edirsən? Doğrusu biz sənin bizləri dəvət etdiyin barədə şək şübhə içindəyik. Salih onlara belə cavab verdi. Ey cəmaatım, bir deyin görək, əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, o mənə özündən bir mərhəmət, peyğəmbərlik lütf etsə, mən də ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız. Ey cəmaatım, Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız. Onlar dəvəni tutub ayaqlarından kəstilər. Salih də onlara dedi, daha 3 gün yurdunuzda yaşayıb keyf çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz. Əmrimiz gəldikdə bizdən bir mərhəmət olaraq, Salihi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvaçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir. O zülm edənləri qorxunç bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası
Allahın mərhəmətindən uzaq oldu. Həqiqətən elçilərimiz, mələklər İbrahimə müjdə gətirib, salam dedilər. İbrahim də salam deyə cavab verdi və dərhal gedib onlara qızarmış bir buzov gətirdi. Əllərinin yeməyə uzanmadıqlarını gördükdə, onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər, qorxma, biz Allahın mələkləriyik, biz Lut tayfasına göndərilmişik. Arvadı durmuşdu, o bu sözləri eşidib güldü. Bundan sonra biz onu İshakla, İshakın da ardınca Yəqubla müjdələdik. İbrahimin arvadı dedi, vay halıma, mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm? Bu çox təəccüblü bir şeydir. Mələklər ona dedilər, Allahın əmrinə təəccüb edirsən? Ey ev əhli, Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb məth edilməyə layiqdir. İbrahimin qorxusu çəkildikdə və ona müjdə gəldikdə, Lut tayfası barəsində bizimlə mübahisə etməyə başladı. Həqiqətən İbrahim həlim xasiyyətli, yalvarıb yaxaran və özünü tamamilə Allaha təslim etmiş bir zat idi. Mələklər dedilər, ey İbrahim, bundan əl çək, Rəbbinin əmri artıq gəlmişdir, onlara mütləq qarşısı alınmaz bir əzab gələcəkdir. Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və bu çox çətin bir gündür dedi. Tayfası tələsik Lutun yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi, ey qövmüm, bunlar mənim qızlarımdır. Onlar nigah baxımından sizin üçün daha təmizdilər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məyər aranızda ağlı başında bir adam yoxdur? Onlar dedilər, sənin qızlarına heç bir rəğbətimiz olmadığını şübhəsiz bilirsən. Nə istədiyimizi də yəqin ki bilirsən. Lut dedi, kaş sizə çatan bir gücüm, qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. Mələklər dedilər, ey Lut, biz sənin Rəbbinin elçiləriyik, onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get, heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab, övrətinə də toxunacaqdır. Onların ölüm vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş hər daş kimə dəyəcəkdirsə, üstünə adı yazılmışdı. O zalimlardan da uzaq deyildir. Mədyan əhlinə də qardaşları Şüeybi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir günün əzabından qorxuram. Ey qövmüm, ölçüdə və çəkidə düz, ədalətli olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə fəsad törətməyin. Əgər möminsinizsə, Allahın halal olaraq verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm. Onlar dedilər, ey Şüeyb, atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazın mı əmr edir? Sən doğrudan da həlim xasiyyətlisən, çox ağıllısan. Belə cavab verdi, ey qövmüm, bir deyin görək, əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə öz dərgahından gözəl bir ruzi versə, mən ona haram qatarammı? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib, onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyi ilədir. Mən yalnız ona təvəkkül etdim və məhz onun hüzuruna dönəcəyəm. Ey qövmüm, mənə qarşı olan ədavətiniz Nuh tayfasının, Hud cəmaatının və Salih qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir. Rəbbinizdən bağışlanmağınızı diləyin və ona tövbə edin. Həqiqətən Rəbbim bəndələrini rəhm edəndir, onları çox sevəndir. Onlar dedilər, ey Şüeyb, dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif, gücsüz görürük. Əgər əşirətin, qəbilən olmasaydı, səni daşqalaq edərdik, yoxsa sən bizim üçün əziz bir adam deyilsən. Şüeyb dedi, ey qövmüm, məyər mənim əşirətim sizə Allahdan da əzizdir ki, onu unudub saymırsınız? Həqiqətən Rəbbim nə etdiklərinizi biləndir.
Ey qövmüm, əlinizdən gələni edin, mən də etdiyimi edəcəm. Rüsvay edici əzabın kimə gələcəyini və kimin yalancı olduğunu biləcəksiniz. Gözləyin, doğrusu mən də sizinlə birlikdə gözləyirəm. Əmrimiz gəldikdə özümüzdən bir mərhəmət olmaqla Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə dəhşətli bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyan tayfası da Səmud qövmü kimi Allahın rəhmətindən uzaq oldu. Biz Musanı da möcüzələrimizlə və açıq-aşkar bir dəlillə Peyğəmbər göndərdik. Firona və onun əyan əşrafına. Onlar Fironun əmrinə tabi oldular. Halbuki Fironun əmri düzgün deyildi. Firon qiyamət günü cəmaatının qabağında gedib onları atəşə aparacaq. Onların düşəcəkləri yer necə də pistir. Onlar dünyada da, qiyamətdə də lənətə düçar olmuşlar. Onların qisməti necə də pistir. Ya Rəsulum, bu məhv olmuş məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar, Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi. Əksinə, yalnız ziyanlarını artırdı. Rəbbin zülümkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası doğrudan da ağrılı-acılıdır, şiddətlidir. Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu, bütün insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür. Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq. Qiyamət gəldiyi gün, Allahın izni olmadan heç kəs danışa bilməz. O gün insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır. Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada fəryad gözləyir. Rəbbinin istədiyi istisna olmaqla, onlar orada əbədi, göylər və yer durduqca qalacaqlar. Həqiqətən Rəbbin istədiyini edəndir. Xoşbəxt olanlar isə cənnətdədirlər. Onlar Rəbbinin dilədiyindən əlavə, tükənməz bir neymət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar. Elə isə bunların tapındıqlarının batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi kör-körana ibadət edirlər. Biz onların qismətini əskiltmədən tamam kəmal verəcəyik. Biz Musaya kitab verdik və onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbindən öncə bir söz olmasaydı, şübhəsiz ki, hələ dünyada ikən işləri bitmişdi. Həqiqətən onlar, Məkkə müşrikləri, onun, Quranın barəsində də şək-şübhədədirlər. Rəbbin şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır. Sənə əmr edildiyi kimi düz yolda ol. Səninlə birlikdə iman gətirənlər də düz yolda olsunlar. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görəndir. Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar, cəhənnəmlik olarsınız. Sizin Allahdan başqa dostunuz yoxdur. Sonra sizə kömək olunmaz. Namazı gündüzün 2 başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd nəsihətdir. Ya Rəsulum, səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zayi etməz. Barı sizdən əvvəlki nəsillərin, ağıl və fəzilət sahibləri, yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər. Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə uydular və günahkar oldular. Məmləkətlərin əhalisi əməli salih olduğu ikən, Rəbbin onları haqsız yerə məhv etməz. Əgər Rəbbin istəsəydi, bütün insanları eyni dində olan tək bir ümmət edərdi. Onlar dinləri barəsində hələ də ixtilafdadılar. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. Rəbbin onları bunun üçün yaratmışdır. Artıq Rəbbinin mən cəhənnəmi bütün cinlər və insanlarla dolduracağam sözü tamamilə yerinə yetdi. Biz peyğəmbərlərin xəbərlərindən ürəyini möhkəmləndirəcək nə varsa sənə nağıl etdik. Bu sənə haqq, möminlərə isə moizə və öyüd nəsihət olaraq gəlmişdir. İman gətirməyənlərə de,
siz etdiyinizi edin, biz də etdiyimizi edəcəyik və gözləyin, biz də gözləyirik. Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də axırda ona qayıdacaqdır. Yalnız ona ibadət et və yalnız ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir.